Adətən bizə dindarlar, inanclı insanlar izah edirlər ki, İslam qadını önə çəkir və ona haqq hüquq verir. Amma dinin qatı olduğu yerlərdə biz görürük ki, qadın çox arxa planda qalır, patriarxat olur və qadının demək olar ki, heç bir hüququ olmur. Bunu necə izah eləyək? Yəni bu günlərin bütün dinlərə baxdığımız zaman mövcud olanlara təbii ki, təəssüflər olsun ki, hər birində din qurucusu kimi təqdim edilənlərin hamısı kişilərdir. Məzhəblərə baxırıq, hamısının qurucuları yenə kişilərdir. Patriarxal bir yanaşma var. Quran tərcüməçilərinə baxırıq, bir-iki istisnanı çıxmaq şərti ilə hamısı kişilərdir. Məsələyə həmişə kişi prizmasından yanaşıbdılar. Yəni kişi dediyi zaman haqlı olur, qadın tərəfinə heç bir zaman düşünməyibdir. Halbuki özlərinin mövcud tərcümələri deyirəm, bu mənim tərcüməm deyil. Yusif qissəsinə baxdığınız zaman orada qadın kişidən təsirlənərək ona hücum elədiyi bildirilir. Yəni biz heç bir zaman qadının hissləri, duyğularını nəzərə almadan qadını həmişə bu din anlayışında aşağılandığını görürük. Dolayısıyla deyə bilərik ki, İslam qadını ikinci planda saxlayır. İslam xeyr. İnsanların uydurduğu din bunu elə gətirir. Çünki Allahın göndərdiyi dində bu yoxdur. Quranda yoxdur. Xeyr, xeyr. Məsələn, Quranda indiyə qədər nə deyirlər? Həvva qadağan olunmuş hərəkəti elədi, Adəm ondan elədi. Amma Quranda bu yoxdur. Quranda ikisini də birlikdə qeyd edir.